2026-cı il bütün əvvəlki illərdən daha ağır olacaq. İlk növbədə 2026-cı ildə artıq işləməyənlərin tibbi sığortası kəsiləcək. Nə deməkdir bu? Bu, həddindən artıq çoxlu sayda insanın artıq o pulsuz müayinə imkanından tam olaraq məhrum edilməsi olacaq. Onsuz da açığı bu tibbi sığorta çox qüsurlu idi. Bu barədə çox danışılır. Siz hər kəsdən yaxşı bilirsiniz ki, indiyə qədər tətbiq olunan bu tibbi sığorta yetərsiz idi insanların müalicəsinin təmin edilməsi üçün. Amma təsəvvür edin ki, indi bütün işləməyənlər bu sığortadan məhrum olacaq. Nə deməkdir bütün işləməyənlər? Ölkənin əmək qabiliyyətli əhalisinin 50-60% daimi işi yoxdur və onlar sahibkar da deyirlər. Yəni, tibbi sığorta fonduna kimlər pul köçürə biləcək? Daimi iş olan 1,7 milyon insan demək və təqribən 800 min nəfər də daimi şəxsi işi olan, yönlə işləyən insanlar. Hamısı bir yerdə 2,5 milyon nəfər. Amma yerdə qalan 2,8 milyon nəfər, hansı ki əmək qabiliyyətlidir və daimi işi yoxdur, bu adamlar tibbi sığortadan məhrum ediləcək 2026-cı ildə. Nəyə görə məhrum edəcəklər onları tibbi sığortadan? Bu yolla dövlət həmin bax bu ən yoxsul insanların, daimi işi olmayan insanların hesabına 500 milyon manat dırnaqarası qənaət edilir. 500 milyon manat nə deməkdir? Azərbaycanda bir yüksək vəzifəli şəxsi silkələsən, o qədər oğurladığı vəsait var. Yəni bircə nəfər, bax bu saat indi dəbdir, bu siyahılar elan olunur. Bax o siyahıların bircəciyi dövlətə keçirilsə, fərqi yoxdur. Bugün indi Ramiz Mehdiyevlə bağlı, Əli Həsənovla bağlı siyahılar çap olunur. Biraz əvvəl Adnan Əhmədzadənin haqqında siyahılar çap olunurdu. Daha əvvəl Vasif Talıbovla bağlı siyahılar çap olunurdu. Ondan əvvəl nə qədər Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bağlı hökumətin öz mətbuatı onların mülklərinin siyahılarını çap edir və onların bircəciyinin, hamısını demirəm ha, hamısının əgər onların o belə deyək, müsadirə olunmalı olan oğurluq əmlakları büdcəyə gəlsə, ümumiyyətlə ölkədə vəziyyət dəyişər. Amma bircəciyinin həmin o elan olunmuş siyahıdakı əmlakı əl dəyişməsə, xalqa verilsə, büdcəyə köçürülsə, həmin o 500 milyon manatı bir məmurdan, deməli, təbii ki, yüksək vəzifəli şəxsdən gedir söhbət, onu ala bilər dövlət. Amma yox olmayacaq. O siyahılar sadəcə sahibkarların adı dəyişəcək. İndiyə qədər hər zaman belə olub da. Dövlət büdcəsinə bir istizoyğu olmayacaq və həmin o 500 milyon manatı büdcəyə qazandırmaqdan ötürü 100 minlərlə, əslində milyonlarla insanı deməli tibbi sığortadan məhrum edəcəklər. Bax, bu qədər amansızcasına bir iş hazırlanır.